Dünyada izah olunmaz və sirli hadisələrə tez-tez rast gəlmək olar. Vaxt keçdikcə bəzi sirlərin üstü açılır və onların izahatı tapılır. Lakin elə hadisələr də var ki, uzun illərdir izah oluna bilmir. Çində Cırtdanlar kəndi. Çində yerləşən kəndlərdən biri öz qəribəliyinə görə məşhurdur. Çünki Yangtze kəndində yaşayan 80 insandan yarısı cırtdandır. Deyilənlərə görə 60 il bundan qabaq kəndə gələn xəstəlik insanları cırtdana çevirir. Bu xəstəlik nəticəsində daha çox 5-7 yaşlı uşaqlar əziyyət çəkib. Nəticədə kənd sakinlərinin boy artımı dayanıb. Kənd sakinləri isə tam ayrı fərziyyə irəli sürür. Onların fikrincə əcdadlarını düzgün olmayan qaydada basdırdıqları üçün onlar lənətlənib və inkişafdan qalıblar. Dorothy Eady və Om Seti. Dorothy Eady adi uşaq idi. O da bütün uşaqlar kimi qaçar, oynayar və gülərdi. Lakin bir gün pilləkəndə qaçarkən Dorothy'nin ayağı ilişib yıxılır. Əvvəlcə onun öldüyünü güman edirlər. Amma bir müddət sonra qız ayılır və tam fərqli insana çevrilir. Günlərin birində qızcığaz valideynlərlə birlikdə Britaniya muzeylərinin birində gəzişərkən o qədim Misir otağına daxil olur. Dorothy otağa girərkən dərhal duruxub qalır. O mumiyaya yaxınlaşıb şüşə arxasından onun ayaqlarını öpməyə başlayır. Bundan sonra qız depressiyaya düşür. Fotolara baxaraq vətəni Misirə qayıtmağa israr edir. O Setinin abidəsini gördükdən sonra sevinərək atasına keçmişdə harda yaşadığını deyir. Onun Misirə olan sevgisi günü-gündən artır və Dorothy Misir tədqiqat qrupunun üzvünə çevrilir. Dorothy tez-tez transa daxil olaraq heroqliflərlə cümlələr yazırdı. O qədim Misirdə yaşamış Omun həyatını danışmağa başlayır və qədim dildə yazır. Onun sözlərinə görə Om Firon Setinin kahinəsi olub. Bütün bu deyilənləri uydurma kimi də fikirləşmək olardı. Lakin özünü Om adlandıran Dorothy gizli saxlanmış tunelləri tapa bilib və özünün görücülük qabiliyyəti ilə arxeoloqlara bir sıra yardımlar edib. Dorothy 1981-ci ildə vəfat edib və o Setinin yaşadığı məbəddə ömrünü başa vurub. Onun qədim Misir haqqında bu qədər biliyə necə nail olması və xatirələrinin izahı yoxdur. Francis Levy'nin əlizi. Francis Levy 20-ci əsrin əvvəllərində yaşamış yanğın söndürən olub. Amma 1924-cü ildə onun davranışında dəyişiklik baş verib. Levy qaraqabaq insana çevrilərək yanğın söndürmə bölməsinin şüşələrini təmizləməyə başlayıb. O şüşələri silib təmizlədikdən sonra həmin günü öləcəyini deyib. Doğrudan da həmin günü şəhərdə güclü yanğın baş verib. Levy də xilasedici kimi yanan binada qalmış insanların köməyinə tələsib. O yuxarı mərtəbədə qalan insanları xilas edərkən öz həyatını qurban verib. Səhəri gün iş yoldaşları Levy'nin xatirəsini anarkən gözləri bir gün əvvəl onun təmizlədiyi şüşəyə sataşır. Onun təmizlədiyi şüşədə əl izi vardı. Həmin ləkəni bütün kimyəvi maddələrlə belə silsələr də əl izi getməyib. Qəribə ləkə 1944-cü ildə şüşə sındırılana qədər qalıb. Le Loyon. İsveçrənin qərbində yerləşən meşəlikdə qəribə hadisələr baş verir. Üzünə əleyhqaz taxmış, əynində isə hərbi geyim olan naməlum kişi artıq 10 ildir ki, yerli sakinləri qorxu altında saxlayır. Çünki düz 10 ildir ki, naməlum kişi eyni istiqamətdə harasa gedir. Sakinlər hətta ona Le Loyon adını qoyub və ondan çox qorxurlar. O kiminləsə üz-üzə gəlsə, heç nə danışmadan yoluna davam edir. Onun şəklini çəkməyə çalışan fotoqrafın sözlərinə görə naməlum kişinin boyu 2 metrdən çoxdur. Heç kim onun kimliyini və nəyə görə əleyhqaz geyindiyini bilmir.